Bir insan borcu ala, fələm yənvi qazah, qaytarmaq istəmir. Niyyət budur ki, qaytarmıram. İmkanı olur. Yəni, var, niyə qaytaram? Həyasız Borcu da adamların onun, işini hərdən olur, bilir, borcu da onun. Niyə borcu deyə sənə vermək? Borcu da onun. Kənə bir mənziləti sariq. Oğru. Oğru hökmündədir. Sariq. Sariq Quran-ı Kərimdə keçib bu ayə. Bəli, deyir, bir var verə bilmir, vermir. Ona işimiz yoxdur ya, estağfurullah. Yəni, o demirik. Amma bu var vermir. Niyə verirəm? Başa düşürsünüz? Bax, bu məsələdə səhlənkarlıq eləyir. Aydındır. Bu deyir, sanki elə oğurluq eləyir. Görün dinimizin baxışı nə qədər dəqiqdir bu məsələyə. Elə eləyin ki, borcu verən insan sizdən razı qalsın. Əgər sizdən razı qalsa, səllətə aleyhi dəvabbul ərd və nunul bəhr. Çayda olanlar, yerdə olanlar sənə salavat göndərər. Əgər sən borc yiyəsini razı salsın, narazı getməsin səndən.